D şəkilçisini feildə araşdırmaq üçün əvvəlcə yaddaşa baxaq. Əgər feildə d şəkilçisi varsa, biz onun sualına baxırıq. Nə edir sualına cavab verirsə, baxırıq, nə et sualına nə qoşulub burada, ancaq ir qoşulub. Deməli, d yoxdur sualda. D yoxdursa, deməli, d olacaq leksik şəkilçi, ir olacaq qrammatik şəkilçi və sözün tərkibi, belə şəkilçinin tərkibi bir hece olmasına baxmayaraq iki şəkilçidən ibarət olacaq. Nə et sualına cavab verəcəksə, onda deməli, feildə nə etinə d-ın arasında deməli, hansısa bir qrammatik şəkilçi olacaqsa, deməli, d burada ancaq bir qrammatik şəkilçi olacaq. Yəni, biz birbaşa heç bu ırı araşdırmadan da deyə bilərik ki, nə edir sualına cavab verirsə, burada artıq d yoxdur. D yoxdursa, deməli, ır şəkilçi, ir qrammatikdir, suala qoşulub. D isə leksikdir. Amma nə etinə d şəkilçinin arasında hər hansı bir qrammatik şəkilçi varsa, deməli, oradakı d ancaq bir qrammatik şəkilçidir. D nümunəyə baxırıq. Yazmışdır sözündə. Yazmışdır, d ünsürü var. Sualı veririk, nə etmişdir? Və dir görürük, bütöv qoşulub suala. Nə etinə dirin arasında miş ünsürü, miş şəkilçisi var. Deməli, bu qrammatik şəkilçidən sonra qoşulub. Ona görə dir artıq bütövlükdə olacaq. Deməli, bir qrammatik şəkilçi, şəxs şəkilçisi. Yaşadır sözündə isə dir ünsürü var. Söz nə edir sualına cavab verir və nə edir sualında baxırıq ki, nə et sualına ir qoşulub ancaq. Yəni, orada nə etdən sonra ir gəlirsə, deməli, d şəkilçisi artıq dir adında şəkilçi yoxdur. Və deməli, bu sözdəki d şəkilçisi ayrılıqda t şəkilçisinin cingiltiləşməsidir, olacaq, deməli, leksik şəkilçi, ir isə olacaq qrammatik zaman şəkilçisi. Deməli, bu sözdə artıq d şəkilçisi yoxdur. Amma bir hecanın tərkibində iki şəkilçi var. D leksik, ir qrammatik.